Salam uşaqlar, bugün yenə dim topu ikinci hissədən situasiya nömrə 1-ə baxırıq. Deməli, deyir, müqamətləri R1 bərabərdir 10 ohm və 20 ohm olan, bu da 20 ohmdur, olan rezistorlar və tutumu 2 mikrofarad olan kondensator elektrik hərəkət qüvvəsi epsilon bərabərdir 24 volt və daxili müqavimət 2 ohm olan sabit cəryə mənbəyinin sxemdəki kimi qoşulubdur. Belə bir dövrə var. Birinci sualda bizdən soruşur ki, A2 ampermetrin göstərişi nə üçün sıfıra bərabərdir? Baxın, həmişə rezistorun yanında kondensator olanda deyirik ki, rezistordan cəryan keçmir. Yəni ampermetrin göstərişi həm də sıfırdır. Niyə? Çünki kondensatorun lövhələri arasında dielektrik var. Bilirik ki, dielektrikdə cəryan keçirmir. Yəni həmin o dielektrikin olması səbəbindən orada cəryan yaranmaz. Tam yüklənmiş kondensatordur. Burada ona görə cəryan yaranmır ki, kondensator lövhələri arasında cəryan var. Birinci sualı bu cür yaza bilərsiniz. İkinci sualda uyğun düsturları yazmaqla A1 ampermetrdən keçən cəryan şiddətinin R1 müqamətindən qiymətindən asılıq qrafikini çəkin. Deməli, I1 R1-ə baxırıq ki, buradadır. Ampermetr buradadır və bu cəryan mənbəyi var. Deməli, elektrik hərəkət qüvvəli bir dövrədir. Onda I nəyə bərabər olacaq? Epsilon bölünsün. İkinci sual yazın bura. Epsilon bölünsün. R üstə yerə R. Buradan görürük ki, cəryan şiddəti xarici müqamətlə necə asılıdır? Rezistorla müqaməti ilə tərs asılıdır. Amma burada bir R olduğu üçün, yəni müəyyən bir qiymətdən tərs asılı olacaq. Qrafikimiz bu cür olacaq. Daha sonra üçüncü sualda deyir ki, A1 ampermetrin göstərişindən istifadə edib, yəni I1-dən istifadə edib, voltmetrin göstərişini tapaq. Birinci I1-i tapaq elə buradan. I1-i tapsaq nə olar? Epsilon bərabərdir 24 volt idi. 24 bölünsün. R1 10-dur. Daxili müqavimət də 2-dir. Bu da eləyir cəmi 12. I bərabər oldu 2-yə. Bəs gərginlik nəyə bərabərdir? Bilirik ki, gərginliyin 2 dənə düsturu var. Ya epsilon R bölək R plus R. Ya da ki, bu bərabərdir nəyə? Epsilon çıxılsın IR. Bu da bizə deyir ki, I-dən istifadə edərək, ampermetrin göstərişindən istifadə edərək, ona görə I bu düsturdan yazaq. Onda epsilon yəni 24 çıxılsın, I-ni 2 aldıq. Daxili müqavimət də elə 2-dir. Onda 24 çıxılsın 4, cavab eləyər 20 volt.